görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, xoş gördük. Hər birinizin hər bir vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, buradan nə qədər ki bizim bu videomuzu izləyən gözəl xeyriyyətçi qardaşlarımız var, xeyriyyətçi bacılarımız var. Hər birinizə uzun ömür, can sağlığı arzu edirəm. Bütün Azərbaycan xalqını salamlayıram. Və ilk öncə onu deyim ki, bizim Azərbaycan xalqımız o qədər gözəl, ürəyi mərhəmətli, xeyirxah, vətənpərvər xalqımız var ki, Allah sizləri qorusun. Yəni sizlərin sayəsində, sizi kimi gözəl izləyicilərin sayəsində nəinki bir xəstənin ürəyinin əməliyyatını biz dağı da yerindən oynadarıq. Allah sizi qorusun, Allah canınızı sağ eləsin. Deməli, Emin qardaşımız 600 rubl göndəribdir. İlham qardaşımız 2000 rubl göndəribdir. Hacı Zöhrab qardaşımız 1000 rubl göndəribdir. Faiq qardaşımız 2000 rubl göndəribdir. Elvin qardaşımız 2000 rubl göndəribdir. Ramin qardaşımız 1000 rubl göndəribdir. Şəhliyar qardaşımız 1000 rubl göndəribdir. Aygün xanım 10 azeyin göndəribdir. Və mənim gözəl dostum Ruslan qardaşımız 30 manat 40 manat pul göndərmişdi. Onun 10 manatın ana üçün, 30 manatın nənə üçün. Çox sağ ol mənim gözəl qardaşım. Və İntiqam qardaşım 10 azeyin göndəribdir. Və mənim gözəl dostum, mənim gözəl qardaşım Gəncəli Ramil qardaşım 2000 rubl göndərib. Təşəkkür edirəm. Allah min əvəzini versin. Kərbəlayı Ramin qardaşım 10 azeyin göndəribdir. Çox sağ ol mənim gözəl qardaşım. Və Sintsatır salam, gözəl qardaşımız, gözəl ustadımız, Rövşən qardaşımız 2 azeyin göndəribdir. Turaç bibim 5 azeyin göndərib. Nazim qardaşım 500 rubl göndərib. Aygün xanım yenə 5 azeyin göndərib. Döyüşçü qardaşım 500 rubl göndəribdir. Allah qorusun bütün döyüşçülərimizi. Maya bacımız 1000 rubl göndəribdir. Turanə bacımız 4 azeyin göndərib. Faiq İmişdili, mənim gözəl qardaşım 500 rubl göndəribdir. Yenə Sintsatır Rövşən qardaşımız 2 azeyin göndəribdir. Akifin kartından 500 rubl gəlibdir. Polad qardaşımız 20 azeyin göndəribdir. Seymur qardaşımızın anası 1000 rubl göndərib. Bu videomuza baxan hər bir kəsdən xahiş edirəm. Seymur qardaşımız avtoqəzada yaralanıbdır. Onun üçün dua eləyəyin. Allah şəfasını versin. Adinin kartından 500 rubl gəlibdir. Zülfiyənin adından 500 rubl gəlibdir. Zülfiyə xanımın adından təşəkkür edirəm. Vüsal kartından 500 rubl gəlibdir. Vüsalın kartından 5 azeyin gəlibdir. Talış balası, mənim gözəl dostum. Buradan ümumi talışlara salamımız var. Talış balası 3500 rubl göndəribdir. Və Sevil 20 azeyin göndəribdir. Leylanın adından 5 azeyin gəlibdir. Emin qardaşım 800 rubl göndəribdir. Çimnaz bacımız 2000 rubl göndəribdir. Aqadil, mənim gözəl dostum, Gürcüstanlı 1000 rubl göndəribdir. Və mənim gözəl dostum, qardaşım, Allah sənin canını sağ eləsin. Topçu Neymət qardaşımız, öz topu ilə Erməniyə qan uzduran qardaşım, 20 manat göndəribdir. Allah min əvəzin versin. Cəmi analar adından Ağzəbərdili Eliş qardaşım 500 rubl göndəribdir və Bakıdan bir bacımız 6 azeyin göndərib. Dəyərli izləyicilərimiz, bizim cəm şəkildə 1450 manat pulumuz var. Bizim 550 manatımız çatırmırdı. Dünən canlı yayımıza qədər 1450 manatı yığdıq. Və 550 manatımız çatırmırdı. Həqiqətən mən çox beşaf hərlənirdim ki, bu ananın yardımını mən başa çatdıra bilmədim. Mənim gözəl xeyriyyətçi qardaşım, adının çəkilməyini istəmir, sənin adını göydəki Allah bilir, bir də mən bilirəm.
Allah sağ dəyməsin. Allah sənin ömrünü uzun eləsin. Malına, mülkünə bərəkət versin. Qardaşım zəng elədi ki, Xəqani qardaş, o anamızın pulu nə qədər satırmırsa mənlikdir. Saat 12-də göndərəcəm. Mən də dedim ki, qardaşım, bizim 550 manatımız satırmır. Dərhal kapital kartımıza 550 manat pul göndərdi. Öpürəm səni, var olasan. Deməli, gözəl izləyicilərimiz, o qardaşımız, Rövşən qardaşımızın gözünün əməliyyatı üçün 1300 manat göndərən qardaşımızdır. O qardaşımız, Umut qardaşımızın evinə 400 manat göndərən qardaşımızdır. O qardaşımız Bakıda çəkdiyimiz o xəstə balıya 500 manat göndərən qardaşımızdır. Allah səni var eləsin, Allah səni qardaşlıqdan əski eləməsin, Allah səni bu Azərbaycan xalqının üstündən əski eləməsin. Bu günlərim inşallah anamızın çəkilişimiz vasitəsilə pulu təqdim eləyəcəm. Anamız Allahın izni ilə birinci günü əməliyyata gedəcək və bu videomuza baxan ürəyi mərhəmətli insanlar, xeyirxah qardaşlar və bacılar, hamımız anıya dua eləyək. Allah sizləri qorusun. İndi isə videomuz davam edir. Axşamı xeyir gözəl anam. Nətərsən? Bu günləri bizim əməliyyatımızın pulu tamamilə yekunlaşdı. 2000 manat pul yığıldı. Pulumuzdan 550 manat kəsirimiz var idi. Dünənlərin burada canlıda hamınız bildiniz. O 550 manatı da bir vətənpərvər xeyirxah qardaşımız göndərdi. Hamısına canımdır. Yardım eləyən bacı qardaşlara hamısına canımdır. Allah gözə görməz, Allah qazançları 1000 qat artıq eləsin. Amin. Allah heç birini darasın. Amin inşallah. Allah köməyində dursun. Çox sağ olun. Hamısına canımdır. Allah Allah sənə şəfa versin. İnşallah sağ-salamatçılıqla əməliyyatın uğurla keçsin. Gələsən öz balanın yanına. Sağ ol qatanım, Xəqani sağ ol başım. Sizə qurban olun. Çox sağ olun ki, mənim balam məbləğini yığdınız. Mənim dar vəziyyətdən çıxartdınız. Bir dənə duanızı eksik eləməyin. Anam əməliyyat. Yo, estağfurullah, estağfurullah. Yo, and düşmə, estağfurullah. Yo, qadan alaram. Çox sağ olun. Yo, elə şey eləmə, xahiş edirəm. Biz anaların qarşısında baş əyirik, anaların əllərindən öpürük, xahiş edirəm. Bir də heylə eləmə. Bunu çox sağ olsun, sağa kömək eləyən, pul göndərən qardaşlarımız var, bacılarımız var. Allah hamısının canını sağ eləsin, ruzisini bol eləsin. Amin, 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 ay Allah. Allah inşallah benden dara salmasın. Amin. Ağlama, xahiş edirəm, olmaz, ağlama, xahiş edirəm. Sağ da qurban olum. Elə demə, elə demə, estağfurullah, elə demə. Yardım eləyənlər həmişə varım, bol eləsin. Valla, ay gözəl ana, əl tutmaq əlidən qalar. Bu atalar sözüdür. Bu əl tutan qardaşlarımız ki var, bacılarımız ki var, sənə göndərilən bax bu pullar ki var, bunun Allah Taala tərəfindən onlara ruzilərin verəcək. Qurban olum Allaha. Amin. Gözə görməz Allah. Ondan Elə demə bacım, elə demə. Elə demə, xahiş edirəm, elə söz deməyin. Ay bacım, necə oldu? Bacını çağır bura, gəl bura. Gəl dur burada. Gəl bax burada, yox, burada. Sən dara salmasın, Xəqani. Burada gəl, burada dur. Mən xalan sana qurban, balalarına qurban. Yardım eləyən hamısına canım qurban. Elə demə, elə demə. Taqətim gəlmir, sağ salamatçım gəlir. İnşallah əməliyyatdan sonra polunu deyərsən, bax o dualarını eləyərsən. İnşallah, inşallah. İnşallah, Allah özü kömək olsun. Bacım, pulu gəl bura sayım, sizə təhvil verim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, bu da 20. Allah köməyin olsun Xəqani. Allah şəfasını versin. Gör orada nə qədər xeyirxah, ürəyi təmiz, ürəyi mərhəmətli insanların pulu var.
Onların da duası səninlədir. Allah onların hamısının minəvvəsini versin. Onlara qurban olum. Onlar ki qoymadılar məni bu dar vəziyyətdə qalam. Onların başına dönüm. Sağ ol. Balalarına qurban. Elə demək, əstəğfurullah. Balamı dara qoymadı. Allah sen dara sanmasın. Yok amin amin amin. Amin. Allah bağları saklasın. Bağları barı gitsin. Meyveleri saklasın. Amin. Tanışamıyorum. Başına dönüm. Hamınızla Allah uzanız bol eləsin. Və bizim bu kanalımızda iştirak eləyən maddi, mənəvi fərqi yoxdur. Bizim kanalımızda gözəl, dəyərli qardaşlarımız var, dəyərli bacılarımız var. Özünüz burada bir neçəsini tanıdınız. Moderatorlarımız var. Allah hamısının canını sağ eləsin. Allah hamısının ölənlərinə rəhmət eləsin. O seninle beraber kız duruyor telefonda. Günəş Ona bacı, da canım kurban. Cəlal qardaşımız, Ona Günəş da bacı, canım kurban. Nur xanım, hamısına buradan salamlar. Turas bibimiz, Allah canını sağ Can eləsin. sağlığı versin. Canım kurban. Koy sağ salamat abdestten durun. Ya ki ben de kömeğim. Sağ-salamatçılıqla əməliyyatdan çıxandan sonra denin hə. Əməliyyatın başa çatandan sonra inşallah gələcək özün öz əllərinlə bir dənə qəşəng solpa kəsərsən, qəşəng yol bişirərsən, xalabala oturub yeyərik. Sağ kurban olum. Ellerim var. Elə eləmə, yox. Ellerine canım. Yox. Xahiş edirəm, yox. Elə şey eləmə. Biz analar bizim başımızın tacıdır. Benim balam bir tek koymadın. Allah için. Sən balan niyə tək olur? Sən balayın gözəl qardaşları var, gözəl bacıları var, gözəl xeyirxah Azərbaycan kimi xalqı var. Allah xalqımızı qorusun. Amin ay Allah. Bax, birlik budur. Ay mənim gözəl izləyicilərim. Biz birləşdik, bir olduq, bir ananın əməliyyatının pulunu yekunlaşdırdıq. Allah hər birinizdən razı olsun və çəkilişimizin sonunda bunu da deyim. Bildiyiniz kimi Ağcabərdi rayonunun Boyat kəndində bir xeyirxah ev tikilir. Yəni o evin üstünün materialını mən nisiyə götürmüşəm. Ora 1300 manat borcumuz var. 2000 manat idi. Onun 700 manatını Ağcabərdinin Boyat kəndindən bizim xeyriyyətçi qardaşımız, Eliş qardaşımız bağlayıbdı. Yerdə qalan 1300 manata da mən bütün bu videomuza baxan qardaşlarımızdan, bacılarımızdan mən kömək istəyirəm. İndi heç kim yox. Özümə kömək istəyirəm. Kömək eləyin o borcumuzu da bağlayaq. İnşallah gələn görüşlərə qədər. Sağ olun, var olun. Allah şəfanı versin. Allah köməyin olsun. Allah sənə fərqi yoxdur. Kim ki əlin cibinə atıb. Kim ki sənə 1 manat da olsa kömək eləyib. Hamısının Allah canın sağ eləsin. Ruzisin bol eləsin. Və o 550 manatı göndərən qardaşıma Canım kurban. minnətdaram ki, o qardaşımız bizim pulumuzu tamamlamasa, bəlkə də biz birinci gün gedə bilməyəcəyik. Sağ olun, var olun bacı. Allah kömək eləyənlərin canını sağ eləsin. Ruzisin bol eləsin. Çox sağ olun, çox sağ olun. Sağ ol qatlanma. Xalan kurban.